Vaxtınız xeyir. DİM kitabından 7-ci sinif funksiyalar bölməsinin H variantı izahını verəcəm. Diqqətlə dinləyək. Deməli, deyir, y bərabər kx üstə gəl b. Kx üstə gəl b. Funksiyasının qrafiki veribdir. Deyir, kb cəmini tap. Bilirik ki, burada b, y oxunu kəsdiyi yerdir. Yəni, baxırıq, funksiyamız y oxunu harada kəsir? 4 qiymətində. Deməli, burada aydın olur ki, b bərabərdir 4-ə. Və diqqətlə dinləyirik. İndi qalır k-nı tapmaq. K, belə düşünün də, yəni y əgər b oxundan tapırıqsa, k-nı da x oxundan tapacağıq. Deyəsən necə? Funksiyamız baxırıq ki, x oxun harada kəsir? 2 və 0 nöqtəsində. X-i 2-dir. Görürsən, x oxun üzərindədirsə, deməli, y-i yoxdur. Y-i 0-dır. Aparıb yerinə qoyuruq. Y-in yerinə 0 qoydum. 0 bərabərdir. X-in yerinə qoyuram 2k. Üzərinə gəl, b-ni də 4 tapmışam axı. 4. 4 sol tərəfə keçir. Olur, işarə dəyişəcək. 2k bərabərdir mənfi 4-ə. K bərabərdir mənfi 2-yə. Bu qədər. K-nı, deməli, bir də təkrarlayıram. K-nı x oxundan tapırıq. B isə y oxunu kəsən yeridir. Bu qədər sadə. K üstə gəl b cəmi istəyirdi. Deməli, b-sini 4 tapmışdıq. K-sını da ki, mənfi 2 tapdıq. Bunları cəmləyəndə müsbət 2a bəndi. İndi deyir, y bərabərdir mənfi 3 qiymətində x-in qiymətlərini tap. Bu necə edirlər? Y-in üzərində mənfi 3 nöqtəsini qeyd edir. Həmin 3 nöqtəsindən x oxuna paralel bir düz xət çəkirik. Baxırıq, funksiyamız qrafiklə harada kəsdi? 2-dən, mənfi 2-dən. Cavab B bəndi. Üzr istəyirəm. Deməli, y bərabər 3x, y çıx 4, y bərabərdir 5x üstə gəldi. Funksiyaların kəsişmə nöqtəsi. Kəsişmə nöqtələrini tapanda baxırıq ki, funksiyaların sol tərəfləri bərabərdir. Yəni, hər ikisi y-dir. Deməli, əgər sol tərəflər bərabərsə, deməli, sağ tərəflər də bərabərdir. Funksiyalar bir-birinə bərabər qoyub həll edirik. Buradan x tapacağıq. 5x üstə gəl 4, x-dar sağ tərəfə, ədədlərsə sol tərəfə. Olacaq 5x, yaxşı açıq yazacağım. 5x çıx 3x bərabərdir. Mənfi 4 çıx 4. 3x-dir. Burada olacaq 2x bərabərdir. Mənfi 8-ə. Çox pis qələm rəngi götürmüşəm. Öz gözüm ağrıdı. Mənfi 8-ə. X də bərabərdir. Mənfi 4-ə. X-in mənfi 4 qiymətini indi y tapaq. Y necə tapılır? İstəyirsiniz bu funksiyada yerinə qoyun. İstəyirsiniz bu funksiyada. Fərq yoxdur. Hər iki halda eyni qiymət alınacaq. Mən qoyuram ikinci funksiyada. Y bərabərdir. 5 vur mənfi 4 eləyir mənfi 20. Üstə gəl 4. O da eləyəcək mənfi 16. Nöqtə kimi qeyd edək. Bilirik ki, birinci yerdə x-in qiyməti qeyd olunur. İkinci yerdə isə y-in qiyməti qeyd olunur. Mənfi 16. Cavab D bəndi. Gəlin 4-cü suala baxaq. Deyir ki, funksiyasının qrafikinə aid olan nöqtəni göstərin. Qrafika aid olan nöqtəni deyəndə nə edirik? X-ların yerinə qoyacağıq. Əgər y alınarsa, deməli aiddir. Baxaq A bəndindən. X-in yerinə, deməli 4-də 3 vurulsun. X-in yerinə 3-də 2 qoyuruq. Üzərinə gəlirik 3. 3-də xısar getdi. 2-lərlə 4 xısar getdi. Qaldı belə. 3 üstə gəl 2-də 1. Bu da 3-2-də 1 verir, 5 vermir. Deməli, A aid deyil. İndi B bəndinə baxaq. 4-də 3 vur. 4 böl 3. Üstə gəl 3. Bunlar xısar getdi, bunlar xısar getdi. Bərabərdir 1 üzərinə gəlirik 3, bərabərdir 4. Həqiqətən də y-in qiymətini aldıq. Deməli, bu nöqtə aid olan nöqtə olacaq. Üzr istəyirəm. Deməli, 5-ci sualda funksiya qrafiki. Bu suallar çox gözəl sualdır. Deyir ki, grafikinə paraleldir. Paralellik şərti nə idi? Bilir ki, paralellikdə k-lar bərabər idi. Y bərabərdir k1, x üzərinə gəl b1. Y bərabərdir k2, x üzərinə gəl b2. Şərtləri nəzərimizdən keçirdik. Paralellikdə k2 bərabərdir k1-ə. b1 fərqlidir b2-dən. Kəsişirdə ikinci. K1 fərqlidir K2-dən.
Üst-üstədə isə hamısı bir-birinə bərabər idi. K1 bərabərdir K2-yə, B1 bərabərdir B2-yə. Bu şərtləri əzbər bilməlisiniz. Burada da bizdə paraleldə deyir. Paraleldə dedik ki, K-lar bərabərdir. K nədir? X-in əmsalı. K deməli neymiş? 5. Y bərabərdir 5x üstə gəl B. Yeni funksiyamızı yazırıq da. Deməli, K-nı nədə götürdük? Bu yuxarıdakı 5-dən bir daha deyirəm. Nöqtə deyir, nöqtəsindən keçir. Keçirsə, bu nöqtələr buna aiddir. Yəni, x-in yerinə 1 qoyuram. 5 vur 1, üzərinə gəl B, bərabərdir y-dən alıb 3. B bərabərdir 3 çıx 5. B bərabərdir mənfi 2-yə. B-ni tapdım mənfi 2. K-nı da tapmışdım 5-dir. Yerinə qoyub hesablayırıq. K 5 çıx mənfi 2 vur 2. O da eləyəcək nə? 9. Cavab C bəndi. Düz mütənasiblik. Diqqətli olun, əziz şagirdlər. Düz mütənasiblik y bərabərdir kx-dir. Xətti funksiya desə y bərabərdir kx üzərinə gəl b. Yəni, burada xüsusilə bunu vurğuluyorum ki, diqqətli olmaq lazımdır. Düz mütənasiblik dediyinə görə y bərabər kx-imi yazdım mı? Bəli. K əmsalını istəyir, qutardı. Bu x-dir, bu da y-dir. 4k bərabərdir 3-ə. K bərabərdir 3 böl 4-ə. O da eləyəcək 0 tam. Deməli, 30-un içində. Gəlin kənarda belə 3 böl 4, 0 tam. 30-un içində 7 dəfə, 75 cavab D bəndi. Yaxşı. 7-ci sual. Uzunluğu M. Eni, daha doğrusu yəni uzunluğu deyir. Uzunluğu M. Eni isə uzunluğundan 5 vahid qısadır. Qısa nə deməkdir? M çıx 5. Sahəni istəyir. Sahədə nədir? Eni uzunluğuna vururuq. S bərabərdir. M çıx 5 vur M. Bu qədər. Cavab A bəndi. 8-ci sual. Evin hansı qiymətində funksiyasını keçər? Keçər, üstündədir, nə bilim, aiddir. Bunlar hamısı o deməkdir ki, yəni x-in yerinə apar, 2-ni qoy, y-in yerinə də 5-i qoy, istəniləni tap. Baxaq, x-in yerinə 2 qoyanda mənfi 4, üzərinə gəl B, bərabərdir 5-ə. Mənfi 4 sağ tərəfə keçəndə olacaq müsbət 4, o da eləyəcək 5 üstə gəl 4, 9. Bu qədər sadə. İndi diqqətlə qulaq asın. Arqument. Bunları xatırlayaq. Arqument, arqa yazıram qısaca, x-dir. Və yaxud buna absis də deyirlər. Absis. Ordinant y-dir və yaxud buna funksiya da deyilir. Funksiya. İndi, arqumentin hansı qiymətində? Deməli, arqument əlimdə yoxdur, çünki hansı qiymətində deyil. Funksiyanın qiyməti dedik, funksiya y-dir. Yəni, funksiyanın yerinə 2 yazıram. 4x çıx 2 böl 11. 11 2-yə vurulacaq. 4x çıx 2 bərabərdir 22-yə. 2 sağ tərəfə keçəcək olacaq. 4x bərabərdir 24-ə. X bərabərdir 6-ya. Bu qədər bəsit. Arqumentin qiymətini soruşurdu. İndi burada baxaq. Burada birini qeyd edəcəm, çünki istəmirəm video çox uzun-uzadı olsun. Birini tapacam, digərlərini də tapıb şərh bölməsində qeyd edə bilərsiniz. Fikirləriniz mənim üçün önəmlidir. Hər bir şərhə mən öz fikrimi bildirəcəm. Doğru və yaxud yanlış olduğunu. 8x çıx 12. Burada variantlara baxanda o x oxunu kəsir, o y oxunu kəsir. Gəlin kəsir deyəndə necə işləyirik, onu başa salım. Əvvəlcə birinci halda baxırıq, o x oxunu kəsir desə, nə edirik? Bir dənə indi burada şərti funksiya çəkəcəm. Fərz edin ki, bu ixtiyari bir funksiyadır. Baxın, o x oxunu kəsir. Bu kəsirsə, burada y varmı? Xeyr. Görürsünüz, x var da, y yoxdur. Y qaldı o tərəfdə. Deməli, o x hansı oxu deyirsə kəsir, deməli, onun digər tayı 0 olacaq. O x oxunu kəsir deyirsə, ən azı gözünü yumub, yəni funksiyanı beynində canlandıra bilərsən. O x oxunu kəsir deyirsə, y bərabərdir 0. Baxaq. 8x çıx 12 bərabərdir 0. X bərabərdir 12 böl 8. Hər ikisi 4-ə ixtisar gedər 3. 4-ə ixtisar gedər 2. O eləyəcək 1,5.
Bunu nöqtə kimi necə qeyd edirik? Y-i 0 oldu. X-in də 1,5 tapdın. Olur belə. 1,5, Y-ə də 0. Nöqtə kimi belə qeyd edirlər. Aydında elə A bəndə uyğun gəlir. İndi gəlin o Y oxunu necə tapırlar, onu da qeyd eləyək ki, heç bir problem, sual qalmasın. İndi deyirəm o Y oxunu. Yenə bax, funksiyanı çəkib beyninizdə canlandırırsınız. O Y oxunu kəsir deyirsə, belə Y oxundan keçən bir funksiya çəkirəm. Baxın, burada X varmı? Xeyr. Deməli, hansı oxu kəsir deyirsə, onun digər tayı 0-dır. Deməli, o Y oxunu kəsir desəm, deməli, nəyə 0 verəcəm? X bərabərdir 0 verəcəm. Getdik, Y bərabərdir 0 çıx 12, Y bərabərdir -12. İndi nöqtə kimi necə qeyd edirik? X-imiz 0, Y-imiz -12. Birinci yerdə X yazılır, ikinci yerdə isə Y yazılır. Yəni, bir variantı həm izahlı şəkildə təhlil etdim. Digər variantları da özünüz yazıb şərh bölməsində cavablarınızı mütləq şəkildə gözləyəcəm. Diqqətiniz üçün təşəkkürlər.